Well, first, congratulations to Sabah family, all to the fans. I think the victory really needs to, dedication really needs to go to Sabah fans. The stadium, the atmosphere, I think was unbelievable. Another very good game, full of drama. Two teams going head to head at full strength and giving the maximum. We had difficult times in the game. The first half, we had some possession. Karabakh had some possession, so it's normal when two good teams play against each other. Then I think the really key moment was for my team when we conceded the goal, because when you concede the goal, playing with advantage with one man up is really difficult to take. But again, the players showed absolutely fantastic resilience and reaction, and never put their heads down. And we improved, I think, a little bit with substitutions as well, and we pushed opponents to the limits. We scored 2 goals, and I think it's a great victory. But now, again, it's the same what I'm repeating all season. Is time to enjoy a little bit for 1 or 2 hours, but wake up in the morning and already to be focused on the next game. Next game is on Monday, and I think we left a lot of emotions on the pitch, and I don't know how much we can recuperate before the next game, and of course then keep preparing from game to game, because for going to the final, nobody gives you the cup. You need to win it, and we still have a lot of work to do. We still have those 5 games in the league and the cup final, so a lot of work still need to be done. İlk öncə olaraq mən Sabah ailəsini, Sabah azarkeşlərini bugünkü qalibiyyətimiz münasibətilə təbrik etmək istəyirəm. Bugünkü qalibiyyəti mən Sabah azarkeşlərinə həsr edirəm. Hansılar ki, bugün stadiona təşrif buyurmuşlardır, stadionda bizi dəstəkləyirdilər. Hər iki komandanın bir-birinə yaxın komandanın baş-başa keçən bugün mübarizəsi idi. Oyunda demək olar ki, hər şey var idi, oyunda drama var idi. Biz əlimizdən gəldikcə yaxşı çıxış eləməyə çalışdıq bu oyunda. Düzdür, maksimumuzu verməyə çalışdıq. Çətin anlarımız oldu bu oyunda. Birinci hissədə bəzən topa nəzarət Qarabağ tərəfində olsa, bəzən nəzarət bizim tərəfə keçirdi. Amma düşünürəm ki, oyunda açar an, önəmli an bizim buraxdığımız qol idi. Və Qarabağ, biz bir nəfər, baxmayaraq ki, bir nəfər çoxluqdaydıq, rəqib azlıqdaydı. Buna baxmayaraq buraxdığımız qoldan sonra çox yaxşı reaksiya verdik. Demək olar ki, inadkar bir şəkildə sona qədər mübarizə apardıq. Heç vaxt təslim olmadıq, başımızı aşağı əymədik və bu inadkarlığın sayəsində bu gözəl qələbəni əldə etdik. Mən mövsüm ərzində hər zaman qeyd etdiklərimi bir daha qeyd etmək istəyirəm. Düzdür, bugün bu qalibiyyəti bir balaca qeyd edəcəyik, amma səhər yuxudan uyandıqdan sonra bizim üçün önəmli olan daha çox qarşıdakı oyunlara köklənməkdir. Bazar ertəsi bizi yenə çox önəmli bir oyun gözləyir. Düzdür, meydançada çoxlu emosiyalarımız oldu, emosiyalarımızı meydançada qoyduq. Düşünürəm ki, yenidən özümüzə gəlmək üçün bir balaca bərpa keçməliyik və bərpa keçdikdən sonra yenə oyun və oyun öz oyunlarımıza hazırlaşırıq. Düzdür, finala çıxdıq, amma finalda kuboku qazanmadıqca bu final o qədər də əhəmiyyət daşımır. Əsas önəmli odur ki, bu kuboku əldə edəsən. Və qarşıda 5 oyunumuz var çempionatın və dediyim kimi hər oyun və oyun köklənirik. Hələ qarşıda görəcəyimiz işlər çoxdur. Buyurun müzəffər. Congrats on your victory, coach. Bilirəm, hakimlik barədə çox danışmağı, ümumiyyətlə bu şərh bildirməyi xoşlamırsınız. Amma hər iki hissənin sonunda baş verənləri, ümumiyyətlə epizodları izləmişsinizmi? Həm qırmızı vərəqə, həm də ki, mümkün penalti epizodu. Bununla bağlı fikirləriniz maraqlıdır. I know that coach, you don't like to comment about referee decision, but first I would like to ask: have you seen episodes that were
at the end of first half, red card opposition and possible penalty opposition. What can you say about this? Look, like you say, I really don't want to comment. Yes, I seen, on the planchette, not on the big screen. What can I cannot comment, because it's at the end of the day, it's referee's job. They did their job, and I think in Azerbaijan, we need, of course, we have all responsibility as the coaches, as the organizers, as the management, to improve the football level, but also, the refereeing needs to grow with that level, because it's not normal. I worked in Greece, in Cyprus, in Croatia, in Balkans, where, so many controversies with the referees, but I never ever seen so many talks about referees after every game. And we spoke about referees last week, we spoke week before, we spoke 3 weeks ago, and I'm 100% sure now on the weekend is gonna be the games, and we're gonna spoke about the referees' decisions as well. So somehow we need to improve, and we need to get better, because sometimes I don't know, sometimes goes against you, sometimes goes for you, but that in the version in the decision, that one time you make this decision for the same episode, next time you make completely different decision, is is not normal. Qeyd etdiyiniz kimi, mən hakim qərarları barəsində şərh vermək o qədər də xoşlamıram. Ekrandan yox, mən planşetdən baxdım epizodlara. Bu artıq hakimlərin işidir. Bu barədə hakimlər özləri deməlidir. Amma düşünürəm ki, əgər biz Azərbaycanda futbolun səviyyəsini inkişaf elətdirmək istəyiriksə, məşqçilər olsun, rəhbərliklər olsun, bu hakimliyin səviyyəsi də bunlarla bərabər artmalıdır, inkişaf eləməlidir. Mən fərqli ölkələrdə baş məşqçilik eləmişəm, istər Yunanistanda olsun, istər Kiprdə, istər Bolqaristanda, Balkan ölkələrində. Mən sözün açığı bu qədər hakim qərarları ilə bağlı danışıldığını görməmişəm. Çünki biz hakimlər barəsində bir həftə əvvəl də danışırıq, 2 həftə əvvəl də danışırıq, 3 həftə əvvəl də hakim qərarları yenə müzakirə olunur, yenə danışılır. Mən inanıram ki, həftə sonu yenə biz hakim qərarları barəsində danışacağıq. Amma düşünürəm ki, biz hakimlik olaraq daha da yaxşı olmalıyıq, daha da inkişaf etməliyik. Bəzən elə olur ki, eyni epizod olur, məsəl üçün, eyni epizodda verilən qərar tutaq ki, sənin əleyhinə olsun və yaxud da ki, sənin xeyrinə olsun. Bir də görürsən ki, bu qərar tamamilə sonra başqa cür verilir. Düşünürəm ki, bütün bunlara baxaraq inkişaf eləmək lazımdır. Bunlardan nəticələr çıxartmaq lazımdır bu qərarlara. Başqa sual olan var? Başqa sual olan İhtiram. Çempionatda Sabah üçün zirə asan rəqib olub. Baş məşqçi necə düşünür? Kubokun finalında da bu komandanı məğlub etmək rahat olacaqmı? Coach, in championship, Zira, he says that Verb is the opponent for us. How do you think in the final will be comfortable, will be easy to beat them? Well, final is one game in which anything can happen, and I never played in a comfortable final. Finals are to be won, not to be played. You don't need to play in the final. You can go and do the job and to take the cup almost not playing. Sometimes, if you understand what I mean. So, of course, it's gonna be a difficult game. It's any team you play, sometimes top team from top division plays against the team from second or even third division, and even then, you're not gonna know what is gonna win. So I just hope that it's gonna be a nice day for both of the teams, and let the best team win. But in the meantime, what we need to do now, we have next game on Monday, and this is what we need to be focused for. Mən
heç də elə düşünləşmirəm, elə fikirləşmirəm. Final bir oyundan ibarətdir və bu mən hələ həyatımda asan finallar görməmişəm və nələri baş verəcəyini indidən demək çətindir. Düşünürəm ki, biz finalda artıq çıxdıqdan sonra öz işimizi görməliyik və əlimizdən gələn uğurlu nəticəni əldə etməliyik. Həmişə çətin olur. Hətta finallarda bəzən elə olur ki, 2-ci diviziya, 3-cü diviziya komandaları finala çıxdıqda belə onlara qarşı oynamaq çox çətin olur. Mən ümid edirəm ki, final günü çox yaxşı, çox gözəl bir gün olacaq və hər iki komandadan kim güclüdürsə bu finalda qalib gəlsin. İndi biz hal-hazırda bunları unuduruq. Bizim üçün ən önəmli qarşıdan gələn bazar ertəsi çempionat oyunumuzdur və biz bu oyuna fokuslanırıq. Başqa sualım yoxsa, Məhfət? If there are no any questions. Thank you very much. Thank you.